Ayəntik var. Hə. O gün oxumağın üstündə itlər səni parçalamadı. Ay arvad, sən gən də başladın o. Nə olsun? Nə olsun? Onlar itdi, heyvandı, başa düşmürlər, bilmirlər. Mənim səsimi insanlar eşitməlidir. Başa düşürsən, insanlar gərək eşitsin. Mən insan, mən eşitmişəm də sənin səsini. Sən insan olmağına insansan. Amma mənə şəxsi qərəz düzgün olduğuna görə düzgün qiymət verə bilmirsən. Əjdər dayı, Dilbar xanım, yenə nə olub? Ay Mehman, bəlkə sən buna deyəsənə. Deyir ki, toyda mən özüm oxuyacağam. Bəli. Oxuya bilmirim o. Əjdər dayı, orada müğənnilər olacaq. Siz niyə əziyyət çəkirsiniz? Hə də. Babala olsun da. O müğənnilər xanəndə Əjdərin heç tozu da ola bilməzlər. Bir də ki, o toyda ancaq mən özüm oxumalıyam. Qutardı getdi. İndi isə gedim biraz çiğ yumurta zad içeyim. Biraz səsim açılsın. Akşam oxuya bilim. Mi. Görəcək günlərimiz varmış ki. Oxusun da. Çəkil Ayda. Gəl. Aç ora. Gəl bana. Buyur. Cəsarət müəllim, siz burada nə edirsiniz? Hadi toya 2 saat qalıb. Hə. Bu Salman Fülfülü yadda sala bilim, rüzgüləri itirib, tapa bilim. Və indi nə edəcəksiniz? Nə bilim. Sən bilmirsən, haradadır o? Üzükləri hara qoya bilərik? Üzüklər məndə yoxdur. Axırıncı dəfə elə Salmanda qaldı da. Ya da bilirəm də Fülfül o Salmanda olduğunu. O da harasa qoyub yadda sala bilmir üzüyün harada olduğunu. Mən nə edəcəm mən toyda? Qoy. Cəsarət müəllim, xoş gəlmişsən. Nətərsən ağala? Yaxşıyam. Mehman, oğlum, bunlar nə yumurtasıdır belə? Bayaqdan vururam, bir-birini sındıra bilmirəm. Bizdə olanı toyuqdur da. Yox, toyuq deyil, mən də görürəm toyuq, amma sinmir, bax. Qoy. Bayaqdan heç sınmırdı ki. Nə? Neynə baxın, sən əjdərəmi? Ayəntik var, sən neynədin? Sən Allah bağışla, bala bilmədim. Bağışlayayım və bağışlamam ama buna ters deyirlər daxıl. Toy günü mənim başıma üst-üstə gəlir. Mehman, bu da açılmır, bilmirəm necə. Ay! Bu nə daxıl? Nə qədər ters diyorlar axı? Belə olmaz ha. Ay cəsarət müəllim, köynəyinizi tez çıxardın, mən yuvaram, ütü ilə də qurudaram. Gətir, tez. Toya kimi çatdırar. Əlbəttə çatdırarsın. Çəkil, çəkil. Yavaş. Ay. Cəsarət müəllim.